Belə bir sual paylaşmışdıq. Uyğunlaşdırın, tam cavabı seçin. Biz 5-6 il əvvəl ilk dəfə belə bir şey təqdim etmişdik sizə. Klasterin içindəki fikrin ipucu verməsi. Və hal-hazırda bu gördüyünüz sual tipində ilk dəfədir işləyirsiniz. Hələ ki belə bir sual təqdim olunmamışdı sizə publik formada. Sınaqlarımızda var, amma publik formada ilk dəfədir görürsünüz. Deməli, burada nəyə diqqət etmək lazımdır? Burada gördüğünüz kimi hər iki klasterdə pozan sözü var, amma klasterin içine baxdıqda görürük ki, bunlar eyni pozan sözü deyil. Məsələn, birinci pozan üçün yazılıb ki, isimləşə bilər, ikinci pozan üçün yazılıb başlanğıc formadadır. Deməli, birinci pozan feili sifətdir. Çünki isim olsaydı isimləşə bilməzdi. İsim isimləşmir, çünki özü zaten isimdir. İkinci pozan isə başlanğıc formada olduğuna görə isimdir. Bunu biləndən sonra keçək klasterin o rəqəmlər olan xanalarına. Deməli, 1-ə pozan feili sifətinə aid söz yazılmalıdır. 3-ə pozan isminə aid söz yazılmalıdır. 2 isə görün, buradan da bura xət gəlib, buradan da gəlib. Deməli, 2-yə elə fikir yazmalıyıq ki, həm pozan sifətinə aid olsun, həm də pozan isminə. A-da deyir ki, düzəltmədir. Pozan ismi düzəltmədir. Pozan, qalxan, bir neçədən belə söz var. Anla isim düzəlir. Feili sifətdəki an isə qrammatikdir. Deməli, A hara getməlidir? 3-ə. Bir şəkilçi artırmaqla qrammatik məna növünü dəyişmək olar. Bu təbii ki, feilə aid olasıdır, ismə aid olası deyil. Amma yoxlayaq görək pozan feilinə aiddirmi bu? Poz təsirli feildir. Dır artırsam pozduran icbar növdə olur. Deməli, B gedir 1-ə. Şəxs şəkilçisi qəbul edilməz. Bəzən ümumi olaraq şəxs xəbərlik yazılır, amma sırf şəxs və yaxud da sırf xəbərlik yazılıbsa, bunun fərqini biz bilirik. Yəni, filoloq olaraq bilirik ki, şəxs nədir, xəbərlik nədir, ona da diqqət etmək lazımdır. Şəxs şəkilçiləri təsriflənən feillərə qoşulanlardır, xəbərlik isə təsriflənməyən feillərə və digər nitq qismlərinə qoşulanlardır. Bunların heç biri şəxs şəkilçisi qəbul edilməz. Çünki biri isimdir, bir də feili sifətdir. Eləsə xəbərlik şəkilçisi qəbul edə bilər. Ona görə də C yazılır ortaya, yəni 2-yə. İsmi xəbər ola bilər, həmçinin bu da ortaq xüsusiyyətdir. Çünki feilin təsriflənməyən formaları ismi xəbər olur. Deməli, D də getdi ortaya. Sifətləşə bilər. Feili sifət sifətləşə bilərmi? Xeyr. Əgər feili sifət kimi məsələn necə sualına, hansı sualına cavab verirsə və yaxud da təyin olursa, bu onun sifətləşməsi deyil. Bu feili sifətin elə öz xüsusiyyətidir. Feili sifət sifətin xüsusiyyətlərini daşıyır.